Mətn 32, 5-ci sinif İngilis dili. Read the passage and perform task 1-10 mətni oxuyun və birdən ona görə çalışmaları yerinə yetirin. Every year people travel for pleasure. Hər il insanlar vaxtını sevincli keçirmək üçün səyahət edirlər. It's interesting to travel by train. Qatarla səyahət etmək maraqlıdır. You can see many interesting places of the country you are traveling through. Sən keçdiyin ölkələrin maraqlı yerlərini görə bilərsən. Traveling by sea is very popular. Dənizlə səyahət etmək çox məşhurdur. You can visit foreign countries by large ships. Sən xarici ölkələri böyük gəmilərlə səfər edə bilərsən. My friend and I go to the south on holidays. Mən və mənim dostum cənuba tətilə gedirik. There are many tourist camps there. Orada çoxlu turist düşərgələri var. I usually make new friends there. Mən orada yeni dostlar qazanıram. We play different games, watch the sea and enjoy the sunset. Biz müxtəlif oyunlar oynayırıq, dənizə baxırıq, dənizi seyr edirik. And enjoy the sunset və günəşin qürubundan zövq alırıq. We return home very happy. Biz evə çox şad qayıdırıq. Və burada çalışmaları var. Task 1, tick the correct title. Doğru başlığı seçin. İkinci çalışma, fill in the gap with the correct word. Boş yerlərə doğru sözü seçin. 1-2 çalışmaların cavablarını şərh bölməsində yazarsınız.